Xaçmaz rayonunda zibil qalmaqalı, Çiləgir kəndi ərazisindəki Şollar su kəməri və Alpançay çayının yatağı hələ də çirklidir. Bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan video görüntülərdə Xaçmaz rayonunun Çiləgir kəndi ərazisindən keçən Şollar su kəmərinin və Alpançay çayının yatağının zibil poligonuna çevrildiyi iddia olunmuşdu. Bakunews.az-a daxil olan məlumata görə, yayılan görüntülərə rayon rəhbərliyi tərəfindən dərhal reaksiya verilib. Bildirilir ki, məsələni araşdırmaq üçün ərazi üzrə yerli icra nümayəndəliyinə və bələdiyyə rəhbərliyinə tapşırıq verilib, vəziyyətlə bağlı aydınlıq gətirilməsi tələb olunub. Lakin yerli qurumlar tərəfindən verilən məlumata əsasən, sözügedən ərazinin artıq təmizləndiyi və sosial şəbəkələrdə yayılan görüntülərin köhnə olduğu bildirilib. Bununla belə, həmin ərazidən yenidən video çəkiliş aparan sakinlər fərqli iddialar səsləndirirlər. Onların sözlərinə görə ərazi ümumiyyətlə təmizlənməyib və məsələ ilə bağlı rayon rəhbərliyinə yanlış məlumat təqdim edildiyi ehtimal olunur. Elnur Rızayevin məsələyə operativ reaksiyası sakinlər tərəfindən müsbət qarşılansa da, yerli ərazi nümayəndələrinin rayon rəhbərini yanlış məlumatlandırmağa cəhd etməsi birmənalı qarşılanmayıb. Bakunews.az olaraq məsələ ilə bağlı aidiyyatı qurumların və yerli bələdiyyə nümayəndələrinin mövqeyini dərc etməyə hazırıq. Martın 11-i Xaçmaz rayonunun Çiləgir kənd ərazisindən keçən Şollar su kəmərinin ətrafıdır. Buyurun baxın. Buyurun baxın. Martın 1-də çəkilmişdik, qoya bu ərazi təmizlənib. Bu da suyun qorunma zolağıdır. Kanalın buranızda siyiriblə dağıdıblar. Mühafizə olunan bir yer. Yerli qurumlar hara baxır bilinmir. Buyurun baxın. Bu da kanal. Su kəməri. Gəlir kəndin ərazisindən keçir. Bu da şürüslük. Buyurun baxın.